Salam dostlar. Ayvazoğlu TV efirdədir. Sizinlə mən Şahəddin İlxan Mayıroğlu. Xoş gördük hər birinizi. Səs salın. Səs salın hər yana ki, Ayvazoğlu TV efirdədir. Gəlin görək başımıza haranın daşını və yaxud da külünü tökülür. Necə bu şərəfsiz hakimiyyətdən, necə bu şərəfsiz həyatdan canımızı qurtara bilirik. Ona görə ki, belə yaşamaq yəni artıq dəhşətdir. Yəni, bunu yəqin ki, Azərbaycanda yaşayanlar daha dərindən, daha dəhşətli şəkildə hiss edirlər və biz bunu hər gün, hər dəqiqə bizə gələn zənglərdən, yəni ümumi baş verən hadisələrdən, elə sadəcə İlham Əliyevin belə nəymiş turaş kimi belə bu TikTokda müxtəlif pozalarda, poza verib gözünə eynək taxıb, arvadın əlindən tutub gəzməkdə bilək ki, Azərbaycan yaman günündədir dostlar. Yəni, və Ramiz Əliyev komediyası da davam etməkdədir. Ramiz Meytiyev, mən üzr istəyirəm. Deməli, düzünü deyim ki, bu Ramiz Meytiyevdən bağlı ay kişi, haran açırsan Ramiz Meytiyevdir. Və mən birdən düşündüm ki, dostlar, bizə bəs bugün bu İlham Əliyev və onun bandasının Ramiz Meytiyevdən və onun ətrafında olan adamlarla bağlı apardığı deyək ki, reklam kampaniyası var ha. Onu biz aparmalıyıq. Biz öz əhatəmizdə olan adamlara başa salmalı, anlatmalıyıq ki, ay kişi, bu dələduzlar. Baxın, bu dələduzlar yenə də bizə paçka basmaq istəyir. Və siz bilirsinizmi bugün nəyə görə, məsələn, deyək ki, İlham Əliyev gündə, məsələn, deyək Sevinç Telman qızı gündə bir problem çıxardır ortaya. Aha, sən demə, Polat Bülbüloğlu da Ramiz Meytiyevə işləyirmiş, nə bilim, Oqtay Əsədov da, nə bilim, yəni hamısının yadına salır. Hamısının yadına salır ki, birdən ağlınız çaşar, yəni başqa yerə qulluq edərsiniz. Xüttəyiniz mənim əlimdədir. Lazım gəlsə istədiyim anda sizi vura bilərəm. Təbii məsələdir ki, indi yəqin Oqtay Əsədov Moskvada şalvarı batırıb, yəni mən özür istəyirəm təbii ki. Yəni ona görə ki, yəni fikirləşir ki, bu boyda sərvət var, dövlət, onu da bunun əlində axı Oqtay Əsədov ümumi, yəni Milli Məclisə ümumi məmurların arasında baxanda qabağından yeməyən məmur sayılır. Yəni deməli, yəni onunla bağlı TikTokda paylaşmışdım ki, mən bu temanı bağlayıram, gəlin siz də bağlayın. Yəni görürəm ki, Sevinç Telman qızı da, Rauf Arifoğlu da 50 nəfər deyiblər axı. İndi də ikisini sırası elan eləmişdilər. Sonra Oqtay Əsədov, sonra nə bilim, indi də Polat Bülbüloğlu. Polat Bülbüloğlu da Ramiz Meytiyevin günündədir. Bir ayağı burada, bir ayağı orada. Yəni o nöqteyi nəzərdən, yəni deyir, birdən demək olmaz da, yəni İlham Əliyev görünür, hiss edib ki, ağır vaxtı, çətin andı.